Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinə tələbə qəbulu, təhlil və proqnozlaşdırma adlı tədbir keçirilib. Artıq ikinci dəfə baş tutan tədbirdə Elm və Təhsil Nazirliyinin məsul şəxsləri, eləcə də ölkənin müxtəlif universitetlərinin nümayəndələri iştirak ediblər. Bu ilki görüşün əvvəlkilərdən fərqi ondan ibarətdir ki, tədbir çərçivəsində tələbə qəbulu ilə bağlı statistik təhlillərlə yanaşı elmi hesabatların nəticələri və analitik təqdimatlar da iştirakçılara çatdırılıb. Elm, Ali və Peşə Təhsili şöbəsinin müdiri Turxan Süleyman tədbirin keçirilmə məqsədi və ilk dəfə təqdim olunan elmi hesabat yeniliyi barədə Təhsil TV-yə məlumat verib. Tədbirin əsas məqsədi hər il məlum olduğu üzrə ilin sonuna kimi növbəti tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat, magistratura və doktorantura səviyyələrinə tələbə qəbulu proqnozları, layihələri hazırlanmalı və Elm və Təhsil Naziri tərəfindən təqdim edilməlidir. Bu məqsədlə ali təhsil müəssisələrinə ilkin proqnoz layihələrinin hazırlanmadan öncə bu tədbir zəruridir. Elmi təhlillər əsasında bir ilkin hesabat hazırladıq və müvafiq həmkarlara təqdim elədik. Bu da doktorantura səviyyəsində daha doğru və daha real tələbə qəbulu planlarının hazırlanmasına dəstək verəcəyinə ümid edirik. Tədbir ali təhsildə qəbul prosesinin səmərəliliyinin artırılması, gələcək proqnozların elmi əsaslarla aparılması və universitetlər arasında qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi məqsədi daşıyır.